Yenə dediyim kimi bu isti havada belə vaxtınızı ayırdığınıza görə, gəldiyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Bizim layihənin mövzusu ana və uşaq sağlamlığının qorunmasıdır. Adından göründüyü kimi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin təşkilatçılığı ilə bu layihəni biz həyata keçiririk. Ana və uşaq sağlamlığı, nə yaxşı ki, yəni burada əyləşənlər tibb kollecinin tələbələridir və iştirakçılarımız arasında həkimlər var. Yəni bu bir tərəfdən sevindiricidir. Çünki ana və uşaqların sağlamlığının yükü ən çox da həkimlərin üzərinə düşür. Amma həkimlərin üzərinə düşsə də bu təkcə həkimlərin problemi deyil, yəni onların məsələsi deyil, eyni zamanda cəmiyyətin məsələsidir. Çünki ana sağlam olarsa, ailə sağlam olur. Uşaq sağlam olarsa, cəmiyyət sağlam olur. Çünki bunlar bizim gələcəyimizdir. Uşağın sağlamlığı ana bətnindən başlayır. Ana bətnində uşağın sağlam olması üçün təbii növbədə birinci qidalanma, ikinci mütləq stressdən azad olmaq, təbii ki, onun içərisində ailə qayğısı, ailə dəstəyi, sevgisi mütləq ananı əhatə eləməlidir ki, ana sağlam uşaq dünyaya gətirsin. Və eyni zamanda uşaq dünyaya gəldikdən sonra onun problemləri daha artır. Mütləq həkim müayinəsindən mütəmadi olaraq keçməlidir. Bunu siz məndən yaxşı bilirsiniz. Həkim müayinəsindən keçməlidir mütəmadi olaraq. Eyni zamanda mütləq qeymətdən istifadə olunmalıdır ki, gələcəkdə müəyyən xəstəliklərə tutulmasın. Eyni zamanda hər bir halda, yəni əvvəlcədən profilaktik tədbirlər sonradan yaranacaq xəstəliyin müalicəsindən xeyli effektivdir. Ailə, mən birinci bu məsələdə mən yenə qayıdıram uşağın müalicəsi ilə bağlı. Mütləq həkimlərdən, yəni həkimləri seçəndə də mütləq, yəni yaxşı həkimləri seçin, müayinə olunun. Rəsvarda da demişlər ki, artıq bu hamiləlik sonlandırıb və ümumiyyətlə ana bətnindən yəni uşaqlı götürülməlidir. Amma Bakıda Alik adlı bir həkim var. O Alik onu müalicə elədi, düzdür, hamiləliyi sonlandırdı, amma onu müalicə elədi. İndi şükür bir neçə uşağı var və sağlam da uşağı var. Yəni bu həkimlər ona görə deyirəm ki, düzgün seçin ki, bu da çox vacib məsələlərdən biridir. Sonra yenə bir yaxınım, bir tanıdığım bir xanım var, uzi üzvə mütəxəssisdir. O dedi ki, bəs yanıma bir hamilə qadın gəlmişdi, hardasa bir 4 aylıq hamilə idi. Ona dedim ki, bəs uşağın ürəyində problem var, qusur var. Yenə fikirləş və ola bilər ki, sən bu uşağı dünyaya gətirməyəsən. O gedib başqa həkimə getmişdi, həkim demişdi, boş danışıqdır, belədir, filandır, uşağı dünyaya gətirir. Amma uşaq anadan olandan sonra məlum oldu ki, bunun doğrudan da ürəyi qüsurludur və uşağın hesab edin ki, 40'ı çıxmamış, onun açıq ürək əməliyyatı keçirdilər uşaqda. Yəni bu çox ciddi məsələlərdən biridir. Ona görə deyirəm ki, həkimlərinizi də düzgün seçin. Vaxtında mütləq müayinəyə getmək lazımdır. Mütləq qeymətlərdən istifadə olunmalıdır ki, elə deyirəm ki, gələcəkdə müəyyən xəstəliklərə yol açmasın. Sonra mən qayıtmaq istəyirəm uşağın evdə vəziyyəti ilə bağlı. Çox vaxt telefonla çox istifadə edirlər. Biz dünənləri həm Saatlıda, həm də belə İmişlidə tədbir keçirdik. Saatlıda dedilər ki, son deməli 6 ayda 41 adam intihar edir. Sabirabadda 41 adam intihar edir. Bunun əksəriyyəti yeniyetmələrdir. Bu yeniyetmələrin, yəni yeniyetmə də uşaqdır, yəni böyük deyil. Bu yeniyetmələrin görən səbəb nədir ki, bunlar intihar edirlər? Amma məlum olub ki, onlara ən çox telefonlar. Telefonlarda müəyyən proqramlara baxırlar, nəyə baxırlar, onları ölümə təhrik edən proqramlardan istifadə edirlər. Yəni, mümkün qədər o telefonları uşaqlara verməyin. Çünki uşaqların həm yuxusuna təsir edir, həm uşaqların formalaşmasına təsir edir və nə yaxşı ki, o telefondan uzaq olsun. Və uşaqların ən çox açıq havada, yəni idmanla məşğul olmaqları, açıq havada velosiped sürməkləri, bunları daha çox cəlb eləməlidir ki, siz onu təşviq edin ki, nəinki telefondan istifadə edəsin. Çox vaxt anlar istifadə edin. Belə qərar verirlər ki, uşaq telefonla oynasın, mənim biraz başım sakit olsun, amma nəzər almaq lazımdır ki, o telefon sabahları o uşağın formalaşmasına pis təsir edir.
Uşaq doğulduqdan sonra birinci növbədə ana südü ilə qidalanması həkimlər daha yaxşı bilir. Həkimlər yəni məsləhət görür ki, 6 ay müddətində mütləq ana südü əməlidir. Uşaq ana südü ilə qidalanmalıdır. Çünki ana südü həm uşağın fiziki formalaşmasında, həm zehni formalaşmasında böyük əhəmiyyət daşıyır. Həm də ana ilə o bala arasında bir emosional bir bağ yaradır. Yaxşı olar ki, ana südü ilə qidalansın, sonra onun qidalanmasına, sonra onun psixika, mütləq onun psixoloji vəziyyətinə mütləq maraqlanmaq lazımdır ki, bu psixoloji vəziyyətinin mütləq həkimlə mütəmadi olaraq baxmaq lazımdır. Çünki uşağın psixoloji vəziyyəti onun fiziki vəziyyətinin nə qədər əhəmiyyətlidirsə, o qədər də onun psixoloji vəziyyəti əhəmiyyətlidir. Çünki psixoloji vəziyyətinin zəif olan uşaq sabahları hər bir hərəkət edə bilər. Tutaq ki, elə bir Allah eləməsin belə bir uşaq olsun, amma mütləq uşaq vaxtı da uşaqlar stres vəziyyəti gətirən vəziyyətləri uşaqdan təmin etmək lazımdır. Xüsusən tək qoymamaq, uşaqları mütləq dinləmək, eyni zamanda yanında elektrik xətləridir, açıq vəziyyətdə olmasın, iti əşyalar olmasın. Yəni, bunlar çox vacib məsələlərdən biridir. Bir də maariflənmə məsələsi. Mütləq maariflənmək lazımdır, mütləq oxumaq lazımdır. Çünki ana nə qədər savadlı olarsa, istər-istəməz bunu övladını ötürür. Ana nə qədər məlumatlı olarsa, eyni zamanda uşağın formalaşmasından ötürü istifadə edir. Mütləq maariflənmək lazımdır. Bu təkcə deyil ki, yəni elementar şeylərdən ən azı xəbərdar olmaq lazımdır ki, sabahları o uşağına ötürə bilsin. Mən əlavə kimisə nəsə sualı olsa, suallarınızı özünüzdə qeyd edeyim, suallarınızı verərsiniz. Mümkün qədər, çalışdığım qədər suallara cavab verəcəm. Bilmədiyim sualları da gələcəkdə inşallah qismət olsa görürsək deyəcəm. İndi sözü verirəm İqtisad Universitetinin professoru İlham müəllimə, İlham Hüseynliyə. O sizə ümumiyyətlə qadınların hüquq və vəzifələri haqqında məlumatlandırsın. Amma yenə deyirəm ki, o məsələyə qayıdıram ki, mütləq suallarınız olarsa, sizi maraqlandıran bir sual olarsa, deyin, biraz da aktiv olun. Salamlayıram bütün tədbir iştirakçılarına, xüsusilə bizim dəyərli xanımlarımızı, var olun, yaxşı ki varsınız. Bizim tələbə gənclərimizi, mənim üçün çox xoşdur tələbə auditoriyası qarşısında, çünki daim tələbələrin birlikdə olaraq. Mən həm də Cümhuriyyət Universitetində müəllimiyəm. Həm də mənim əziz dostum Nazim, birbirimizi yaxşı tanıyıq. Tərbiyəndə həqiqətən təşəkkür edirəm sizə ki, mən Nazim'i çoxdan görürüm. Özü də bir ki, mən çox istəyirəm hədisiz. Mən də sizi çox istəyirəm. Çox dəyərli bizim üçün. Tələbə qanun deyildir dostdur. Dərsdə tələbə müəllim münasibətləri ciddi qorunur. Dərsdən sonra harada olsalar, çay içilir, müzakirə aparır, oynayır, bir yerə səfiyər. Bunların həm də gənclərimizin formalaşması, onların sosial, mənəvi, psixoloji baxımdan daha mükəmməl formalaşması üçün olduqca önəmli. Yəni, standartlar dəyişilməlidir. Ənənəvi o üslubalar, müəllim-tələbə münasibətləri dəyişilməlidir. O cümlədən həkim, pasiyent, xəstə münasibətləri dəyişilməlidir. Daha yeni, daha müasir, daha doğrudan realist yanaşma olmalı. Həqiqətən bir daha təşəkkür edirəm ki, məni ekspert olaraq belə bir həssas mövzu ilə həsr olmuş layihəyə cəlb edib. Son dərəcə önəmli mövzudur. Əslində qalsa, bütün dövlətlərin, millətlərin, cəmiyyətin fundamental, real mövzusu budur. Yəni, ana və uşaq sağlamlığı. Olmayan yerdə, cəmiyyətdən, ordudan, valib ordanlaşma olması, sağlam olmalı. Analarımız sağlam olmalı, gənclərimiz, ailə quracaq xanımlarımız, ümumiyyətlə, o prosesə hazır olmalı, ailə qurmağa hazır olmalı. Ondan sonra gözlənilən, uşaq onun ana bətnində formalaşmasının hər gündən hazır olmalı. Bütün bunlar
həm də müəyyən qanunvericilik əsasda öz şeyini tapmalıdır, həllini tapmalıdır. Çünki elə belə mən xəstəyəm gəlmişəm, mən anıyam gəlmişəm, yox. Onlar hamısı qanunla tənzimlənməlidir və bizim də hər bir insan, hər bir ana, hər bir ailə üzvü, gənclərimiz haqqını bilməlidir, hüququnu bilməlidir, qanunları bilməlidir. Ona görə mən təbii onun daha çox tibbi nöqteyi nəzərdən peşəkar danışan mənəm. İndi burada bizim xanımımız məncə səhvləsəm ixtisasca mamadır. O daha çox şeylər deyə bilər. Növbəti layihəmizdə inşallah biz onu elə yazarıq ki, praktik bilgilərin aşılanması, onda ekspert kimi dəvət edilir. Çünki real işi onlar bilir. Amma məsələn biz onun qanunvericilik, yəni biz sabah haqqımızı tələb edəndə və ailə quranda, uşaq olanda, uşaq gözləniləndə bilməli ki, hüququmuzdadır. Bilməli ki, dövlət bizim tibbi xidmətlərə hansı səviyyədə əlçatan edir. Biz nəyə qədər, hara qədər biz o xidmətlərdən yararlana bilərik. Ona görə həm hava şəraiti, həm istini nəzərə alır, mən çalışacağım çox qısa. Bu mövzu o qədər böyük mövzudur ki, burada mən sadanacağım, həm də bir hissəsi də əslində qalsa, qanunvericilikdən danışmağa başlasaq ki, saatlarla burada olur. Amma ən azı, hansı qanunlar bizi qoruyur, hansı qanunlara istinad eləməliyik, hansı qanunlara bizim hüquqlarımız qanunlarda təsbit olunur, onu bilməliyik. Bir daha təşəkkür edirəm, hər birinizə var olun. Ümumiyyətlə, ictimai fəal olmaq lazım, sosial cəhətdən fəal olmaq lazım. Bizim ənənəvi, bizim təbii ki, Azərbaycanın xalqının ən çox öyünəcəyi bir institut varsa, ailə institutudur. Amma biraz da onun həm mühafizəkarlıqdan adca çıxarmaq lazımdır, çox yox. Qadınlarımız da sərbəst olmalıdır, hüquqlarını bilməlidir və həqiqətən demiş ki, daha çox savadlı olmalıdır. Çünki onlar daha çox gələcəkdə daha mükəmməl övladlar yetişdirə bilər. Bu reallıqdır, belədir. Və plus, təbii ki, ailə daxil münasibətlər son dərəcə normal olmalı. Mənəvi psixoloji baxımdan qaydasında olmalıdır. Mən deyə bilərsiniz ki, Şilhan mənim ixtisasçıdır, sən bu mövzuya nə daxil. Mən ixtisasçı statistik. Mən statistika üzrə bir mütəxəssislər müəlliməm, yəni kitablar var. O cümlədən, misal ki, keçən bir 400-500 səhifəlik bir əhali statistikası kitabı, dərslik mən çap etdirdim, təbii tələbələr üçün. Və onun bir hissəsi də əhali, doğum, ölüm, yaşlaşma, əhalinin təkrar istehsalı, ailə münasibətləri, bütün bunlara həsr olunur. Misal üçün, məhz bu səbəblərdən o mənəvi psixoloji olmaqlarıyla ailələrimiz, gənc, ailə qurmaq istəyən gənclərimiz tam mənəvi psixolojiyətdən hazır olmadığına görə siz bilirsiniz, hansı demografik, katastrofik bir vəziyyətə gəlib çıxıyor. Yəni, təsəvvür edin ki, misal üçün, 50 il bundan da, 30 il bundan da, demək, nikahın bağlanması səviyyəsi ilə nikahın pozulması səviyyəsi arasında çox böyük fərq var. Çox cüzidir pozulma. Amma indi az qıda bərabərləşir. Təsəvvür edirsiniz. Bugün ailə burada, misal 2 aydan sonra ayrılırlar. Bu çox pislər. Hətta bu, bizim həmən öyünəcəyimiz ailə institutundan çox ciddi zərbədir. Deməli, nə var burada? Deməli, burada 2-3 amil var. Bir, mənəvi psixoloji mühitdə çox ciddi aşınma var. Həqiqət xanım dedi o, müasir telefonlar, ağırlıq, smartfonlar və s. Əslində qalsa, onlar bizi daha istənilən bilgiyə, məlumata operativ əlçatan edir. Biz ondan ağırlı şəkildə istifadə edemirik. Amma orada daha negativ tərəflərindən istifadə olunur və onu nizamlayan, onunla bağlı bir ciddi maarifləndirmək üçün aparılmır. Misal üçün, çox təəssüf ki, televiziyamız ailə institutlarından danışan, heç haqqı olmayan, səviyyəsi olmayan adamları çıxardırlar və onlar daha pis istiqamətə yönəldir. Amma sonuçta bizim ailələrimiz var, psixologlarımız var. Yəni, regionlardan və onlar çıxırız həyati hekayələrdən danışsa yetərlidir. Və həmən o smartfonlardan, telefonlardan ağırlı istifadə təbliğ olunmalı. Mən dünən dedim orada, mən misal bir
bir neçə bundan əvvəl Amerika Birləşmiş Ştatlarında oldum. Telefonların üzrə ən müasiri orada çıxır. Mən gecə gündüz metro, avtobus, mən bir dənə telefonla oynayan adam görmürəm. Bu tam səmiyyətlə deyirəm. Çünki onlar ciddi səhiyyət xidmətinə əl çatanları olur və özləri də ailə, daha çox oxuyurlar, daha çox məlumat alırlar. Məsələn, daha çox kitab oxuyan adamı heç ona telefona görə gözücülə baxmağa həvəs olmaz. Məsələn, mən nəyi müşahidə edir? Bunu tam səmiyyətlə, statistikanı istəyirəm. Mən neçə gündür oradadır, mən bir dənə telefonla məşğul olub, hətta adam başını qaldırıb, adam gözünə baxan mən adam görəm. Hamısı jurnal, hamısı kitab, hamısı elə bir boş vaxtlarda uşaqları ilə. Biz dünənləri deməli İmişlidə olduq. İmişlinin kitabxanacısı əyləşmişdi iştirakçılar arasında. Deyir ki, bizim kitablarımız var, böyük bir kitabxanamız var, amma oxucumuz yoxdur. İndi siz də çalışın ki, kitabxanamız indi hər halda bizim də var, buranı oxucusuz qoymayın. Daima yəni kitablarla ünsiyyətli olun, daima götürün kitablara. Bu demək deyil ki, təkcə ixtisasınız üzrə yəni oxumalısınız. Eyni zamanda bədii kitablarımız var, yaxşı bədii kitablarımız var, sonra klassik ədəbiyyat var. Yəni çalışın onlardan uzaq düşürün. Doğru, həqiqətən. Təşəkkür edirəm. Mən deyəm, bu günlük fikirlərimi dedim. Mən keçəcəm layihəmizdən irəli gələn, oradakı daha çox hüquqi tərəflərə, daha çox bizim istinad edəcəyimiz qanunvericiliyi ilə bağlı bəzi məqamlar deyim, amma ondan əvvəl də mən də bir daha belə həssas layihəyə dəstək verildiyə görə, maliyyə ayrıldığına görə dövlət qeyri-hökumət təşkilatlarına dəstək agentliyinə təşəkkür bildirirəm ki, yəni bu belə mövzunu prioritet hesab edib onu dəstəkləyirlər. Demək, dəyərli xanımlarımız, burada bəyəfəndilər də var. Bir neçə mühüm qanunlar var ki, biz ona test istinad edəməliyik. Bilməliyik, məlumatlı olmalıyıq. İşimiz biz uzadməliyik. Bunu hər dəfə deyilmir. Seriallara baxdığımız vaxtda %1 səsi ayrı bir şeydə girib oranın hamılarına vurur. Girib oradan bu qanunları yazıb və oxuyur. Onu xəbər şirkətində də bizim orduqumuz var. İstəyir tibbi xidmət əl çatanlıq, istəyir hüquqi baxımdan, istəyir mənəvi psixoloji baxımdan. Bu qanunların birisi əhali sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu. Mən bunu maddə buradan oxuyub vaxt itirməyəcəm. Sadəcə olaraq qanunu xatırladıram ki, biz bunlara istinad edəməliyik. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu var. Azərbaycan Respublikasının prezidenti bunu imzalayıb. Heç ona baxmışıq uşaqlar. Xüsusilə kollejin tələbələrindən çox xahiş edəcəm ki, qanunvericiliyi əla olacaq. Amma hamı bilməlidir. Mükəmməl qanundur. Burada sağlamlığın qorunması ilə bağlı təbii ki, burada daha çox belə incə bir şeylə, sətirlə anaların və uşaqların qorunması ilə bağlı məqamlar yer tutur. Ona diqqət eləməmizi istəyərəm, daha çox. Bu qanun, deyəm ki, bir adın yazıb orada vursunuz təbii telefonda, axtarış verirsiniz, orada hamısı çıxacaq. Hamısı çıxıb bir də baxın. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu var. Biz ailə, ana və uşağın hüquqlarının qorunmasından danışırıq. Ailəsə bir qanun var, Azərbaycan Respublikasının qanunu, uşaq hüquqlarının qorunmasıyla bağlıdır. Burada uşaqların deməli spesifikasiyası deyilir, təsdifatlaşdırılır. Misal üçün, mən kesin də oxudum, uşaq. Uşaq deyəndə nə nəzərdə tutur? Espriliyle hamı edir uşaq. Uşaq 18 yaşına, yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etmən şəxs adlanır. Bunun tərifini bilirsiniz. Mən də təzə sağ olsunlar, yəni hesabına baxıram. Mən təqribən 16-17 verirdim. Biraz balaca göstərən adamlara dedim uşaqdır. Amma uşağın konkret hüquqi baxımdan burada təsbiti verilir. Biz də bilməliyik ki, uşaq kimi. Burada uşaqlarla bağlı, onların hüquqlarla bağlı geniş maddələr var. Bundan sonra burada ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair məhz bizim layihənin ruhuna uyğundur. 2014-2022-ci illər üzrə
dövlət proqramı qəbul olunur. Dostlar, dövlət proqramı o demək ki, artıq icra olunmalıdır. Buradakı bütün maddələr icra olunmalıdır və bunların dövlət proqramında hər maddənin bir icraçıları da orada mütləq qeyd olunur. Filan istiqamətdə icraçı, Səhiyyə Nazirliyi, təbii, Obüsü, Ədliyyə Nazirliyi və s. Biz qanunvericiliyə heç baxmışıq, yox. Biz kim baxacaq, o haqlarımızı necə qoyacaq? Yəni, birinci bizim layihəmizin əsas hədəflərindən birisidir ki, ən azı biz gücümüz çatan auditoriyada belə buradan bəyan edək, xahiş edək, müraciət edək ki, bu qanunvericilik vasitəsindən, qanunvericilik deməli, aktlarından tanış olaq. Tanış olaq, biz bilək ki, öz hüquqlarımızın sağlamlığımızla bağlı təsbit olunan ölkəmizin əsas qanunlarından, tədbirlər planından nə deyilir, bizim oradan nə götürə bilərik. Burada daha sonra deməli, uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci ildə üçün fəaliyyət planı təsdiq edilir. Azərbaycan Respublikasının Prezidenti 2020-ci ildə təsbit edilir. Əziz xanımlar, əziz bizim gənclərimiz, yəni bu birbaşa artıq burada strateji bir yanaşmanın üzrə fəaliyyət planı burada haqqında danışılır. Bu da icra olunmalıdır. Bunu da bilməliyik ki, biz burada bizim nə haqqımız var? Biz burada nəyə istinad edilməliyik? Biz bunları bilmədən harda haqqımızı tələb edilməliyik? Yox, onu gözləməyin. Öncə biz bilməliyik, o haqqımızı tələb edilməliyik. Ümumiyyətlə belə, psixoloji bir məqamdır. İstəyir harada olursan, istəyir kənarda olursan, istəyir... Mütləq həkim müayinəsindən və peyvəndlərdən. Yəni bunu da şükür Allaha dövlətimizdə bir problem yoxdur. Onu bizə əl çatan edib, ana və uşaqlar gedib həkim müayinəsindən rahatlıqla keçidə bilirlər. Bir də peyvəndlərlə bağlı da problem yoxdur. Mən bu qədər həqiqət xanım, təşəkkür ederim. Mən istəyərdim sizin suallarınızı eşitmək istərdim. Fikirlərinizi. Ola bilər, hansı bir məsələ... Deyim ki, İlham xanım, icazə verin. Deyim ki, bunların müəllimliyəm. Çox önəmli məsələdir, siz danışdınız. Ana və uşaqların mühafizəsi mövzusunda biz dərs də deyirik bunlara. Yəni, bu çox önəmli demografiya, halini təkrar istehsalı, onun dinamikası, yəni ki, ölüm göstəriciləri, doğum göstəriciləri haqqında bütün məlumatları vermişik ki, yenə təlimdə və yazıcılar qartizədirsə. Yəni, demək istəyirəm ki, çox önəmli mövzudur, yəni məlumatlar da var, təbii ki, Türk kolleksidir. Biz də çalışırıq ki, yəni savadlı olsunlar, balalarımız, yəni fiziki inkişaf çox önəmli mövzudur, millətin gələcəyi üçün, hər şey üçün, yəni orqanizmin sağlamlığı ən önəmli mövzulardan biridir. Sizə təşəkkür edirik buna görə, yəni bu mövzuya toxunduğunuza görə. Siz sağ olun ki, yəni o gigiyena məsələsinə mən toxunmaq istəyirəm. Gigiyena məsələsi doğrudan da vacib məsələlərdən biridir. Yəni uşağın həm özünün təmizliyi, həm uşağı toxunan adamın təmizliyi, eyni zamanda uşağın istifadə etdiyi oyuncaqların, nə bilim, bunlar hamısının gigiyenasına xüsusi fikir vermək lazımdır. Bu, ana və uşaq sağlamlığında öz təsbitini tapır. Nazım, bizim Cəlilabad Kolleci yüksək maaş təklif edəsən, mən gəlib səhiyyə statikasını dəstəyirəm. Mən maraqlanmaq istəyirdim. Bizdə Cəlilabadda uşaq və ana sağlamlığı ilə bağlı bir mərkəz varmı? Yəni xəstəxanada, bəli, xəstəxanada o şöbə var. Bizdə biz mamaların ailə sağlamlıq mərkəzində mama işləyir. Mühafizəsi şöbəsi var. Nə mərkəzində? Ailə ASEM bölməsi, ailə sağlamlıq mərkəzi. Şəxsən mən bu dəqiqə zonalarda var, xəstəxanada. Bəli, əvvəl ailə qurumlaşdırması gedirlər. İndi adı dəyişilib ailə sağlamlıq mərkəzi oldu. İndi mən bu dəqiqə hal-hazırda bir sahədə gəlirdim. Hamiləm azad oldu, Zaha gedib ona baş çəkdim, maraqlandım, maarifləndirdim, gəldim. İşimiz budur və qalan saatlarımızda şöbədə patronajımızı yazırıq. Patronaj mamalarıq biz. Sahə mamaları və şöbədə işləyirik, hamilələrimizdən də 9 ay onlara nəzarət edirik. Sözün həqiqi mənasında maarifləndiririk, həqiqi mənasında, real olaraq. Mənim sahəmin hamilələrimi 80% əhali hələ məni tanıyır demək olar, bəlkə də 90%. Bütün hamilələrin nömrələri var, hər ayın axı öz praktikamla, bizim işimiz burada. Real olaraq deyirəm, hamilələrə zəng edirik, hamilələrimizi. Sonraki dövrdə də var, bilərmi? Və zahlıq dövrü. Nəzarət dövrü. 9 ay nəzarət edirik. Anadan olandan sonra. 2 ay zahlıq dövrü. Bu dəqiq mən zahlının yanından gəlirəm, yazmışam.
Hazır hamısı. Biraz problemləri var, ona məsləhət vermişəm. Əgər ona corab geyinməlidir, geyinmir. Çox onu mən başa salmışam, maarifləndirmişəm ki, mütləq lazımdır. Ciddi məsələdən. Çox ciddi məsələlərdən biri də. Sonra nələr ola bilər, mən onu başa salmışam. Problem var yəni. Bəli. Yəni biz praktik işləyirik, biz olduğu kimi də mən danışıram. Antenatal qulluq və zağlıq dövrü, qeydiyyata alırıq, nömrələri götürürük. Təxmini doğum vaxtlarında demək olar, anketlərimizi qoyuruq, hər mama öz sahəsini. Realda bizim bu işimizdir və onlara zəng edirik təxmini doğum vaxtında. Bir Bakıda azad olur, biri Şəkidə azad olur, ola bilir də belə. Seçim azaddır. Yəni, biz həqiqətən hamilələrə işləyirik, çətinli maarifləndiririk, azyatıqlı hamilələrimiz də olur. Elə mənim üzərimdə var peyvənd üçün broşuralar. Birinci hamiləli olan amarala paylayıram, sultamda da indi var ki, maariflənsən. Deyirəm, hamiləsən, amma oxu. Azad olandan sonra uşağı necə peyvəndləndirmək lazımdır. Peyvəndin fəsadları, nələr ola bilər. Yəni, biz gözü yumulu işimizi bilirik, danışırıq. Mən olduq praktikanı danışıram. Heç bir əlavəm yoxdur. Yəni, mən formal belə sözlər yoxdur. Bu dəqiqə sahədən gəlirəm, bugün mən sahədən gördüyümüş. İndi məlumatını aparacam. Bizim böyük ki bazımızlar, ona məlumat verim ki, kimlə görüşmüşəm. Bunlar eyni zamanda statistik məlumatlar da elə olmalı. Elə bunlar statistiklərin verdiyi məlumat əsasında xəstələrin növləri müəyyən olur. Bir statistik kimi də haradasa biz o məlumatları verə bilərik. Hərəmiz öz sahəmizdə, amma belə yuvarlaq olaraq hərəmiz öz sahəmizi veririk. Böyük ki bazıda o rəqəmi götürür, hazır təqdim eləyə bilər. Bəli, bu demografik göstəricilərin iki forması var, statistika, dinamika. Həm statistik bölmədə, dinamikada ölüm göstəriciləri var, bir də doğum göstəriciləri var. Dinamik və statistikanın istifadə edildiyi metoddur. Bax, həqiqətən, belədir də, işin içindən girişlərin, yeni ideyalar çıxır. Növbəti dəfə düşünürəm ki, mənə ehtiyac yoxdur, ekspert kimi. Amma sən ekspert kimi. Respublika mərkəzlərinin hansı xəstəxanalarında hamilə gedir, müraciət edir. Zərlabad məktubu kimi biz gedirik. Həmin məktubu götürmüşdüm, mən getmişəm. Bu xanıma vermişdim nümunələri. Bu məktubla. Getdi, onu araşdırdı. Çünki öz sahəmdir, qeydiyyat almışam vaxtında. Onu çox maarifləndirmişəm. Problem var, Respublika xəstəxanasında keysər əməliyyatı olub. Məlumatımı da elə onun evində oturdum, yazdım ki, yaddaşsın. Məktubda Bakıdan gəlmişdir. Yəni, hər şey normal yaptı. Sizdə keysər əməliyyatları çoxdur, faizlə götürənlər. Çoxdur, amma təkrarlar bizim rayonda olmur. Qeydiyyatala göndərir, Lənkərana. Bakı Lənkərana. Çox təşəkkür Başqa heç kəsin sualı yoxdur, başqa maraqlandıran. Siz də kömək eləyə bilərsiniz, ipucu verin, biz ona suallar. Yəni, kimisə maraqlandıran nəsə, tutaq ki, bir çatışmazlıq varsa, siz desəniz, biz onu qeyd edəyərək çatışmamazlıqdır, bağışlayın, yəni. Hamilə gəlir hər bir hissədən Şəmkir rayonunda. Biz onu heç bir sığorta hesabına heç bir biz onu analizlər verdirə bilmirik, bizim müayinəsi etdirə bilmirik. Çünki bizim ünvan ailə sağlamlığı mərkəzi gələk biz o gedib yaşayış yerindən burada yaşadığı yerin araşma belə problemlər olur ki, gətirməyincə biz onu sığorta hesabına analizlər verdirə bilmirik. Ailə sağlamlığı mərkəzi hamilə gəlir, mənim hamilə. Onu eləcən formada onu eləyə bilmirlər. Doğru yoldan göndərir mərkəzi xəstəxanaya, orada mərkəz həkimləri göndərə bilir. Ailə sağlam həkimlərinin icazəsi yoxdur. Belə olur. Onu da yolmaq olur, həll edir. Belə, yəni. Çox təşəkkür ederim.